Və açıq-aşkar insanların əqidəsini təhqir edir bu namussuzlar. Belə ateist olur da. Cəmaatın dini inancı ilə nə işiniz var hə? Hə? Və bu İlham Əliyev, Vilayət Eyvazov, Əli Nağıyev, DTX, polis, hara baxırsınız? Nədən bu qanunsuzluq baş verir? Niyə insanların inancına qarşı əclaflıq eləməlidirlər? Kimdir bu adamlar? Bir qanun yazmışsınız, xalqın hüquqlarını qoruyan qanun. Hanı bə niyə qorumur? Bir qanun ki, mənim inancımı müdafiə eləməyəcək, qorumayacaqdır. Neyə edirəm mənim qanunu mən? Hə, İlham Əliyev, Vilayət Eyvazov. Neyə edirəm, kimə lazımdır? Nəyə lazımdır? Bu çaqqal cədəni hazırlayıb atmışsa ortalığa cəmaatın inancı ilə cəmaatı açıq təhqir edir. Deyir, şiyələr, kim şiyədirsə, adamın sual edir, şiyəsən sən. Deyir, hə. Deyirsən, Xamneyin küçüysən sən. Yəni, bu ölkədə şiyə olmaq, sən deməcə, İranın adamı olmaq, nə bilim, Xamneyinin adamı olmaq, bu nədir belə? Bu təzə çıxıb belə. Hə? Mən özüm də var, şiyə əhliyəm mən. Bu təzə çıxıb belə, mən İranın adamıyam. Yəni, Xamneyin adamıyam. Bu nədir belə? Bu nəyin təbliğatıdır belə? Bu nədir belə? Bu bölücülüklə niyə məşğuldurlar? Bu Azərbaycan xalqının dinini niyə parçalamağa çalışırlar? Ateistsən, get xristiyanı araşdır, get Yahudinin dinini araşdır da bir dəvə də. Get bir dəvə də onu araşdırın da. Nə oldu elə hamınız elə İslama qarşısınız? Hamınız elə bu şiyələrə qarşısınız. Niyə axı? Niyə eləmişik sizə? Hə? Niyə eləmişik? 2 dənə də kəlmə öyrəniblər. 2 yaşında uşaqla belə eləyərsən, 9 yaşında, nə bilim, 8 yaşında qızla evlənərsən, burada belə yazıb. Biz şiyələr, Azərbaycandakı şiyələr, sünnilər, insanlarımız ümumiyyətcə hamıya aiddir. Biz 7-8 yaşında qızla evlənirik. Biz 2 yaşında uşağa tamaq salırıq. Bu nə deməkdir? Yəni, bu güyaşı bizi ayıldırlar. Qoy ekranda yazıb, yekə hərflərlə Allah yoxdur, cəmaatı ələ salır. Sənin cəmaatın inancı ilə nə işin var? Sən kimsən abi? Sən nə haqqın var buna? İnanmırsan, ateistsən, get özün bilərsən. Sana deyən var niyə ateistsən? Buna da çaqqal gedələr düşüblər ortalığa. Allah yoxdur, Allah yoxdur. Nə qaraq? Sağ qoşulaq deyək Allah yoxdur. Anlamadım mən. Bizi məcbur edirlər ki, dininizdən dönürsünüz. Bilirsiniz də dinindən dönən şərəfsiz olar. Ləyaqətsiz olar. O adam nəfsinə hakim ola bilmir. Nəfsi ilə dostdur deyə o Allahınla, dinindən üz döndərir. Bunlar bunu bizə məcbur edirlər. Bizi təhqir edirlər. Bizə deyirlər ki, siz şiyəsinizsə Xamneyinin adamısınız. Bizi məcbur edirlər ki, siz Allaha inanmayın. Sizin inancınız olmasın. Niyə qardaş, sən kimsən ki sən? Kimsiz axı siz? Niyə biz sizin bu oyunlarınıza görə Azərbaycan xalqını parçalamağa çalışırsınız? Niyə buna görə biz inancımızdan üz döndərməliyik? Niyə axı? Sən döndərmizə gid özün bilərsən də. Mənə niyə mani olursan ki? Mən dinimə inanıb, sənə nə edirəm mən? Mən Allahıma, Peyğəmbərimə, Həzrət Əlimə aşiqəm, sevirəm. Ondan bir təpər tapırıq, güc tapırıq. Bu bütün müsəlmanlar belədir. Bu biz sizə nə edirik ki? Nədən narahatsınız ki? Siz diqqət edirsiniz dostlar, bir aralar sünni bir komanda yaratmışlar sünni adı altında, bir komanda yaratmışlar şia adı altında. Bir-birlərini ağır-ağır söyüşlərlə, təhqirlərlə təhqir edirdilər. Medialarda fikir verirdiniz, komentariyalarda. Adamlar üzlərini gizlədib TikTokda. Canlı yayınlar açırdı. Şiə tərəf sünniyə döşüyür, sünni tərəf şiyə. Bunlar hamısı fəsad idi, fitnə idi. Oynadılar, gördülər ki, bu xalqı oyuna gətirə bilmədilər, kapandı söhbət, yox da elə şey. Fikir verirsiniz, indi bunlar atıblar ortalığa. İndi bu çuqqal gədələri, bu şərəfsiz, namussuz, bir qeyrət gədələri atıblar ortalığa ki, gedin cəmaatın dinini ələ salın.
Mən savadlıyam, məntiqlə danışıram. Nəyə məntiqlə danışırsan? Mənə deyəcək, Peyğəmbəri sevmə. Bu məntiqdir bu. Sən məncə oyadırsan sən. Mən Peyğəmbəri sevməyəndə köləlikdən oyanacam. Yəni biz köləyik. Yəni bizi necə oyadırsınız? Deyirsiniz, Azərbaycan xalqını oyadırıq. Kimi oyadırsan? Hə? Kimi oyadırsan? 2 dəqiqədən bir siğə. Sən siğəni qoy bir kənara. Azərbaycanda siğəsiz, zadsız pulunu ver. Qadını pulundan apar bas altına yataqda. Otellərdə işini gör. Sən bundan danış. Heç olmasa siğə bir icazədir. Siğə heç olmasa bir icazədir. Razılıq varsa gedəcək. Siğə heç olmasa bir icazədir, razılıqdır. Azərbaycanda icazə, razılıq zat işləmir, mani. Pulunu ver, Çevikin anasını satın al. Pulunu ver, Çevikin qızını, arvadını satın al. Sən bundan danış. Real biabırçılıq, real rəzalət, qalıb qıraqda qardaş. Gəlib tutub yapışıblar ki, sən Peyğəmbəri sevməklə 8 yaşında qızla evlənilmiş. Məntiqa bir baxın. Bu savadlıdır. Savaddan qaynaqlanır bu. Bu bilikli adamdır. Bilikdən qaynaqlanır bu. Bu dəhşətdir bu. Buna da şərait yaradan dostlar. İlham Əliyev onun rejimidir. Bu polislər, DTX. Bu anındaca həbs olunmalıdır bu adam. İnsanları bölmək, parçalamaq, hökm sürmək, çaxnaşma yaratmaq. Sən sünniyə bir formada girişib söyürsən, şiiyəni bir formada söyürsən, kimsən sən? Kimsən sən? İnanmırsan Allaha, cəhənnəmə o gedişinlə məşğul ol. Sən kimsən sən gəlib deyirsən, şiyəsənsə, Xamneyinin küçüyüsənsən. Bəyəm Xamneyi ilə gəlibdir bu şiyəlik, bu müsəlman aləminə? Mən anlamadım mən. Öldü getdi də Xamneyi. Şiyəlik öldü. Demək ki, Xamneyilik deyil də bu. Bu məsələ Xamneyilik zadlıq deyil, İranlıq deyil. Qardaş, Azərbaycanda Allaha inana bilmirsən. İnanan kimi deyil, İranın adamısan sən. Və mənə başım çıxmır, bu nə deməkdir, bu nə anlayışdır belə? Biz Allaha, Peyğəmbərə, imama inanırıq, sevirik, aşıq oluruq. Yəni bizim adımızı qoyurlar İranın adamı. Nə bilim, oranın adamı. Dəlisizə bu da. Bu aləmlərin bir dinidir. Allah bunu aləmlərə göndərib. İnanan inanar, inanmayan inanmaz. Bunu İrana göndərməyib ki, təkcə. Bunu Ərəbə göndərməyib ki, aləmlərə göndərib. Yəni bizim niyə məcbur edirsiniz ki, bu hərəkətlərinizdən ki, gedin siz Allahdan üz döndərin, şiə olmayın. Nə olaq, gələk sənin kimi ateist olaq? Hə? Sənin kimi ateist olaq? Mən digər ateist qardaşlar, bacılar var, onların xətrinə dəyməsin, onlara aid deyil. Kim inanmırsa özü bilər. Kimsə, kimisən boğazına durub bıçaq dirəməyib ki, sən ateist yox, müsəlman olmalısan. Bizdə belə bir şey yoxdur. Mən indiyə kimi müsəlmanlarda belə şey görməmişim. Elə dirəşsin ki, yox, sən müsəlman olmalısan. Olmasan sən busan. Belə deyil. Belə deyil. Seçim sənindir. Allah ağıl verib, şuur verib. Ağıl verib, şuur verib. Əgər sən Quranı məntiqlə anlayırsansa, Allaha olan sevgini təqvada görürsənsə, bəli, sən ateist olmayasan, sən Allahı sevəsən. İndi sizdə təqva yoxdur, Allahı sevmirsiniz. İndi biz neyini? Qoşulaq sizə biz də təqvasız olaq. Hə? Biz də təqvasız olaq. Olmuraq belə, qardaş, gedin siz də güclə məşğul olun da. Və Azərbaycanda da buna şərait yaradırlar. Təsəvvür edirsiniz. İlham Əliyevin arvadı, qızı özü haqqında bir söz deyə bilmirsən, tuturlar səni. Bütün millətin inancına qarşı əclaflıq eləyir. Qanun sakit qalıb. Hanı sizin qanunlarınız? Hə? Polis, DTX, rəislər, Əli Nağıyev, Vilayət Eyvazov, digərlər. Hanı sizin qanunlarınız? Hanı? O qanun mənim inancımı müdafiə eləməyəcəksən, mən onun qanununa niyə hörmət eləməliyəm axı, qardaş? Niyə?
Buna görə sizə qarşı mübarizə aparırıq ki, siz bölücülüklə məşğulsunuz. Siz bölücülüyə şərait yaradırsınız. Belə dövlət olmaz, belə idarəçilik olmaz. Pozğunluğu bir tərəfdən yayırsınız, narkomaniyanı bir tərəfdən yayırsınız. İşsizliyi, üzdən iraqlığı, rüşvəti yayırsınız. Bu cəmiyyətin nəyinə lazımdır bu millətin bu şeylər? İndi də burada çıxmışsınız, 3-4 dənə gədə-güdələr vermişsiniz qabağa, cəmaatı təhqir edirlər, inancı ilə oynayırlar. Bu nədir belə? Bu nə dövlət? İlham Əliyevara baxırsan, Vilayət Evazovara baxırsan, Daxili İşlər Naziri, Dövlət Təhlükəsizlik Xidməti, hansı dövlətin təhlükəsizliyini qoruyursan? Təhlükə deyil bu. Bölmək, parçalamaq təhlükə deyil bu millətə. Buyur o zaman Dövlət Təhlükəsizlik Xidməti hara baxır be? Buyur müdafiə elə də. Cəmaatın bəs dini inancını təhqir edir. Belə olmaz axı. Sonra sizə də qarşı acı danışanda deyirsiniz ki, polisi niyə söyürsən, İlhamı niyə söyürsən? Buna görə söyürük də sizi. Siz şərait yaradırsınız, bunlar bizi təhqir edirlər. Siz polislər, DTX, Vilayət Evazov, İlham Əliyev, siz şərait yaradırsınız, belə anasının əmcəyən kəsənə uğraşlara. Tədbir görmürsünüz, işiniz gücünüz ancaq onun bunun yatağını çəkməkdir. İşiniz gücünüz ancaq xaricdəki insanları dinləməkdir. Görə nə deyir? Görə hansı bir təhlükədir bizə? Onu yaralayaq, onun evinin adresini tapaq, buna hücum eləyək, bunu öldürək. İşiniz gücünüz budur. Sizə bu millət maraqlı deyil ki. Bu millət sizə maraqlı deyil. Və bu məsələdə də siz maraqlısınız. İlham Əliyev, Vilayət Evazov, Mehriban Əliyeva, siz fahişədən əmələ gələnlər, nəsli fahişələr, bu məsələdə maraqlısınız. Və bu Çevik kimi namussuz bir qeyrət gədə, paskuda qədələr tökülüb ortalığa cəmaatın dinini ələ salırlar. Güya bizi köləlikdən çıxardırlar. Bu milləti kölə eləyən İlham Əliyevdir. Bu milləti zəlil günə qoyan İlham Əliyevdir. Bu millətin qadınını, qızını hərrəcə çıxardıb satan İlham Əliyevdir. Onun arvadı, ailəsi, rejimidir. Peyğəmbər yox, İmam Hüseyin yox, Həzrət Əli yox. Ay tipoylar, ay manqurtlar, ayılın, ayılın. Bədbaxt ya, bunların ağıl durması var ya, bu nə təbliğat da belə. Sən şiyəsən, İranın tulasısan. Bu nətər olur ya, mənim başım çıxmır. Bu nətər olur? Deməli biz şiyə ola bilmərik, biz inana bilmərik, biz inancımızda azad ola bilmərik. Deyirsiniz, Azərbaycan tolerant dövlətdir, demokratik dövlətdir. Bu nətər olur? Başa düşənmədim mən. Heç gör, mən çıxıb deyirəm, sən niyə ateistsən? Hə? Görüş biz deyirik, müsəlmanlar demirik. Provokatorlar var, deyirlər, o bizlik deyil. Amma təmiz, inancı olan, ləyaqətli insan, Allahına bağlı olan, imamına, peyğəmbərinə bağlı olan adam niyə məcbur eləsin ki, sən Allaha niyə inanmırsan? Buna ehtiyac yoxdur ki. Amma bunlara nə ehtiyac var? Bunlar niyə deyirlər ki, bizə məcbur? Siz dininizdən dönün. Niyə qardaş? Niyə axı? Yəni, din də bir yoldur, din də bir istiqamətdir, din də bir gücdür. Oradan cəsarət alan insanlar var. Yəni, sən belə adamlara necə deyə bilərsən ki, sən girib dinə inanma ki. Niyə qardaş, git işinlə məşğul ol da? Sənə neyinirəm mən dinimə inanıb? Amma sən mənim dinimə inanmırsan, mənim dinimi təhqir edirsən sən. Mənim inancımı təhqir edirsən sən. Niyə? Niyə? Sən deyirsən, mən ideoloji adamam, savadlı adamam, bilikli adamam. Başa düşənmədim mən. Sənin getdiyin yol, yaşadığın yaşayış, sənə deyir, təhqir elə başqasının dinini. Anlamadım mən bunu. Sən niyə mənim dinimə qarşı çıxırsan? Sən gedişinlə, gücünlə məşğul ol da. Mən istəmirəm, başqa sözlər deyəm. Yəni, bilsiniz dostlar, bu millətin dəyəridir, bizim inancımız, bizim dəyərlərimizdir. Bizim bir milli dəyərimiz var, bir dini dəyərimiz var. Bu xalqı bu neçə illərdə bir yerdə yaşamağa səbəb olan onun milli və dini dəyərləridir. Əgər o dəyərlərdən biri qopsa, darmadağın olub gedəcək. Dini dəyəri məhv eləməyə çalışırlar, düzdür, buna qalib ola bilməzlər, belə şeylər çox olur. Tarix boyu belə
çevik kimi qədələr bilsən nə qədər olub? Bu nədir ki, elə belə şeydir? Tarixi vərəqliyib oxusan, araşdırsan, Allahın dininə qarşı o qədər adamlar çıxırlar. Hamısı zəlil rüsvay olublar, hamısı. Bunlar kimdir ki? Bunlar heç kəsdirlər. Yəni olmaz da bu qədər. Yəni bu haqsızlıq nəyə lazımdır axı?